Nənə baba düşünür ki, mən bu şirniyyatı alıb evladına versəm, nəvəmə versəm, onun ürəyi şad olacaq. 1-2 dəqiqəlik şad olmaq üçün artıq o uşaqdan məhv eləyir. Valideynin də uşağın yanında hörmətsiz edir, çünki onun sözü keçmədi, nənə babanın sözü keçdi. Eyni zamanda cibini də boş-boşuna xərcləmiş olur. Ona görə mən paket qidaların ümumiyyətlə əleyhinəyəm. Çünki onların tərkibi haqqında da qısaca olaraq mən məlumat verim ki, çox məşhur bir şokoladdır. Çevirirsən, arxasını oxuyursan, yazılıb Shell-Lac. Shell-Lac nədir? Böcək qanı. Bəli, uşağa böcək qanı. Yəni, bunu normal bir hal kimi də yazılır və normal şəkildə də alıb verirlər. Hətta deyərdim o şokoladın qiyməti çox bahadır.